Hər birinizi salamlayıram. Bu günlərim biz sizinlə iki tayfa birlikləri və erkən dövlətlər haqqında danışacağıq. Bura qeyd etmişik ki, Azərbaycanda yaşayan tayfalar. Gəlin görək eradan əvvəl 3-cü, 2-ci minilliklərdə Azərbaycanda hansı tayfalar yaşayırdı? Yəni şimallı və cənublu. Məsələn, Azərbaycanın şimalında, yəni Araz sahilinin şimalında Naxçı və Gərgər tayfalarını deyə bilərik ki, məsələn, xəritə üzərində qeyd edirik. Təxmini bax bu ərazilərdə Naxçı və Gərgər tayfaları yaşayırdı ki, bunlar da Naxçıvan və Milqarabağ, indiki Milqarabağ ərazisini əhatə eləyir. Məsələn, deyə bilərik Azərbaycanın cənubunda, Urmiya gölünün cənub-şərqində, yəni bizim mayakımız Urmiya gölüdür. Urmiya gölünün cənub-şərqi təxmini bu ərazilərdə yaşayan tayfalar Lulubi, Su, Turukki tayfalarını deyə bilərik. Eyni zamanda Urmiya gölünün qərbində və cənub-qərbində, yəni bax bu ərazilərdə yaşayırdı Kuti tayfaları. Daha sonra Xəzər hövzəsində, yəni Xəzər dənizi ətrafında yaşayırdı. Yəni bax xəritə üzərində bu ərazilərdə Kaspi və Kadusi tayfaları. Ümumiyyətcə Azərbaycanın şimalı ilə cənubu arasında inkişaf fərqli gedirdi. Niyə? Çünki Azərbaycanın cənubu Mesopotomiya, yəni bax Mesopotomiya burada iki çay arası. Mesopotomiyaya yaxınlıq ona təsir göstərirdi. Məsələn, indiki dövrdən götürsək, kimsə gedir Amerikaya gəlir, deyir, orada yaxşı dolanışıq var. Məsələn, günə 300 evro qazanırıq, burada az qazanırsınız. Onun kimi də bax burada yaşayan, bu Cənubi Azərbaycanda yaşayan əhali gedirdi Mesopotomiyaya, baxırdı ki, biz burada nə bilim otlaq sahələri üstündə, var dövlət üstündə bir-birimizi öldürürük. Amma orada hamısı birləşib bir dövlət yaradıb, bunların ordusu var, hökmdarlar var. Yəni təsir göstərirdi hər cəhətdən, iqtisadi cəhətdən də olsun, mədəni cəhətdən də olsun. Mesopotomiya yaxınlıq buranı inkişafa doğru aparır. Və ona görə də erkən dövlətlər Azərbaycanın cənubunda meydana gəlir ilk olaraq. İndi danışaq Azərbaycanın cənubunda yaranmış erkən dövlətlər haqqında. Məsələn, ilk olaraq qeyd etmişik Arat da erkən dövləti. Arat da erkən dövləti nə vaxt yaranır? Eradan əvvəl. 3-cü minillik bir dəqiqə buranı silək. Xəritəmiz görünsün. Arat da erkən dövlət. Arat da erkən dövləti nə vaxt yaranır? Eradan əvvəl 3-cü minilliyin birinci yarısında. Harda yaranır? Urmiya gölünün cənub-şərqində. Bizim mayakımız Urmiyadır. Urmiya gölünün cənub-şərqi. Bax bu ərazidə, xəritədə qeyd elədik. Bu ərazidə Arat da erkən dövləti yaranır. Burada qeyd etmişik ki, Enmerkar və Arat da hökmdarı. Bəli, yəni həmin dövrdə bizdə hələ ki yazılı mənbələr olmadığına görə biz Arat da olsun, Lulubi olsun, Kuti olsun, bunlar haqqındakı məlumatları hardan əldə edirik? Əsasən Şumerlərdə olan yazılı mənbələrdən. Məsələn, Arat da haqqında biz hardan öyrənirik? Şumer mixi yazılarından, eyni zamanda Enmerkar və Arat da hökmdarı dastanından. Görək bu Enmerkar və Arat da hökmdarı dastanında nələr deyilirdi Arat da haqqında. Məsələn, orada qeyd olunurdu ki, Arat da ilə Şumerlər arasında iqtisadi, siyasi, mədəni əlaqələr var idi. Həm dostluq edirdilər, həm düşmənlik edirdilər. Məsələn, Uruq şəhər dövlətinin başçısı Arat hökmdarına məktub yazır ki, mənə tabe ol günah. Cavabında da Arat hökmdarı deyir ki, məni bura inanla təyin edibdi, hökmdaram, mən heç vaxt sənə baş əyməyəcəm. Daha sonra məktub göndərir ki, mən mühasirəyə düşmüşəm, gəl mənə kömək et. Yəni bu onu göstərir ki, ara sıra düşmənçilik, ara sıra da dostluq münasibətlərində olmuşdu. Eyni zamanda Şumer mixi yazılarında Aratda varlı, bəhləri dağlar olan ölkə kimi qeyd olunmuşdu. Bunu da qeyd elədik. Yazmışıq əsas məşğuliyyəti və mübadiləsi. Gəlin görək Arat da erkən dövlətində əsas məşğuliyyət və nədir, mübadilə nədir? Bax deyirik ki, buralarda əsasən nə idi Aratda da? Qızıl, gümüş, tikinti materialları, lacivərd daşları, əsasən bunlar inkişaf eləmişdi və qəşəng ustaları var idi. Yəni iş bacarın ustaları vardı. Bunlar gedirdilər, orada işləyirdilər. Həmin bu qızıldır, gümüşdür, tikinti materiallardır. Bunu aparırdılar, mübadilə eləyirdilər. Əvəzində də nə gətirirdilər? Taxıl, meyvə. Yəni biz onu göstərir ki, Mesopotomiya ilə Arat arasında mal mübadiləsi olmuşdu. Yəni bunlar ora qiymətli daşlar aparıb əvəzində öz ehtiyaclarını alıb gətirirdilər. Və Aratdan özündə də elə əkinçilik inkişaf eləmişdi. Əsasən deyirik ki, buğda, noxud əkilirdi. Yəni dəmiyə əkinçiliyi inkişaf eləmişdi.
Eyni zamanda idarə etmə sistemini yazmışıq. Bəli, yəni ümumiyyətcə Arat da şəhər dövləti idi. Paytaxtı da Arat da şəhər olmuşdu. Kim başçılıq eləyirdi buna? Ensi rütbəsi daşıyan bir hökmdar. Yəni ali hakim, hökmdar. Bax, o başçılıq eləyirdi Aratda erkən dövlətinə. Bu hərbi məsələlər məclisdə müzakirə olunsa da son qərarı hökmdar verirdi. Amma Ağsaqqallar Şurası da fəaliyyət göstərirdi hökmdar yanında. O 6-cı sinif kitablarında qeyd olunur ki, mühüm məsələlər Ağsaqqallar Şurasında müzakirə olunurdu. Son qərarı da hökmdar verirdi. Amma 10-cu sinifdə qeyd olunub ki, yəni hərb məsələləri məclisdə müzakirə olunsa da son qərarı hökmdar verirdi. Bunu da qeyd etdik. Eyni zamanda dini görüşləri yazmışıq. İnanla, Lama, Maşmaş. Bəli, bunlar da hara ilə əlaqədə idi? Mesopotamiya ilə. Onların tanrılarına sitayiş edirdilər. Məsələn, ilahə İnanla var idi ki, bərəkət və ilahə, daha doğrusu bərəkət və məhəbbət ilahəsi idi ki, ona sitayiş edirdilər. Daha sonra Aratların mühafizətçisi var idi, Lama. Ona sitayiş edirdilər. Maşmaşda ki, dini idarələrə başçılıq eləyən kahinin adı idi. Arat da haqqında mahilə gəlir ki, əlavə məlumata ehtiyac yoxdur. İndi keçirik Lulubi erkən dövlət haqqında danışmağa. Bəli, Lulubi erkən dövlətinin ərazisi yazmışıq. Gəlin görək hansı ərazini əhatə edir və nə vaxt yaranmışdır. Ümumiyyətcə, Lulubi erkən dövləti şimalda Urmiya gölündən cənubda Diyala çayına qədər olan ərazini əhatə edir. Yəni təxmini bu əraziləri xərt üzərində bu əraziləri əhatə edir. Nə vaxt yaranıb? Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdı. Hökmdarlar da nə adlandırılırdı? Qeyd etmişik ki, bura padşahlar padşahı. Məsələn, İmmaşqun. İmmaşqunu padşahlar padşahı adlandırılırdı. Eyni zamanda İmmaşqun xırda hakimləri özünə tabe etmişdi. Lulubi Akkad mübarizəsi qeyd eləmişik. Bəli, eradan əvvəl 3-cü minilliyin ikinci yarısında bu Lulubi erkən dövləti Akkadlara qarşı mübarizə apardı. Daha doğrusu özünü qoruyurdu. Onlar mübarizəyə işğalçılıq yolu ilə buranı ələ keçirmək istəyirdi. Bunlar da mübarizə apararaq özlərini qoruyurdu və uğurlu da oldular. Yəni Akkadlar gəlib buranı işğal eləyə bilmədi. Ən qüdrətli hökmdarı da Anubani olmuşdu ki, Anubaninin dövründə dövlət daha da qüdrətlənir, daha da qüvvətlənir və geniş ərazilər ələ keçirilir. Anubani də öz uğurlarını Mixiyazı ilə Akkad dilində qələbə sütunu və yaxud da qələbə abidəsində qeyd elətdirirdi. Yazmışıq dini inancları Anu. Bəli, bunlar da Aratdarlar kimi çox tanrılıq dininə sitayiş eləyirdilər. Məsələn, ay, günəş, bərəkət, məhəbbət bu kimi tanrılara sitayiş. Hətta qələbə sütunu, qələbə abidəsi Anubaninin adı ilə bağlıdır. Orada ilk yazılan tanrının biri səma tanrısı olan Anum idi ki, bunu da ona görə qeyd etmişik. Bunlar da Aratdarlar kimi əsasən mal mübadiləsi ilə məşğuldur. Çünki əkinçilik yerə çox inkişaf eləməmişdi. Dağlıq ölkə idi Lulubi erkən dövləti. Bunlar elə bir öz ərazisindən Şumerlərin ərazisinə heyvanlar aparırdılar, malqara aparırdılar. Əvəzində də taxıl tədarük edirdilər, taxıl gətirdilər. Yəni bunlar da Aratdarlar kimi Şumerlərlə mal mübadiləsi ilə məşğul idilər. Daha sonra biz danışırıq Kuti erkən dövləti haqqında. Bəli, Kuti erkən dövləti də yazmışıq yaranması, ərazisi. Bu da eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranır. Ərazisi də ki, şimalda Urmiya gölünün qərbindən cənubda İran körfəzinə qədər olan geniş ərazilər əhatə edirdi. Yəni Urmiya gölünün qərbindən təxmini bu ərazilərdən İran körfəzinə qədər olan əraziləri əhatə eləyirdi. Akkadlarla mübarizə, bəli, Kutilər də Akkadlarla mübarizə şəraitində yaranmış və güclənmişdi. Onların işğalçılıq siyasətinə qarşı mübarizə aparmışdı. Hətta biz dedik ki, nə baş verdi? Kutilər ətrafda olan tayfalarla birləşib Akkadların işğalçılıq mübarizəsinə qarşı hərbi ittifaq yaratdılar. Akkad ordusunu bir neçə dəfə məğlubiyyətə uğratdılar. Yazmışıq 100 illik hakimiyyət dövrü. Yaxşı, necə oldu ki, bu Kutilər gedib Mesopotamiyada 100 ilə yaxın ağalıq elədilər? Hansı hadisə bunları ora getməklə köməklik göstərdi? Biz bu Akkad hökmdarı Şumerlərin dini mərkəzini dağıtmaq istəyir. Həmin vaxtı Kutilər gedirlər, həmin o dini mərkəzi mühafizə eləyirlər. Yəni Akkadların göndərdiyi ordunu məğlubiyyətə uğradılar. Elə
ondan sonra da Şumerlər o dini mərkəzlərində Kuti hökmdarının şərəfinə bir yazılı abidə qoydururlar. Qüdrətli Kutium və dünyanın 4 səmtinin hökmdarı adında bir abidə qoyulur. Ondan sonra Kutilər başlayır Mesopotamiyaya, yəni həmin o Şumerlərə müdaxilə eləməyə, hörmət artdaq onun orada. Həmin vaxtda baxır ki, artıq Akkadlar zəifləyib, ona görə də Akkad imperiyasını süquta uğradır. Eradan əvvəl 22-ci əsrin əvvəllərində orada öz hakimiyyətini qurur və 100 ilə yaxın, yəni eradan əvvəl 22-ci əsrin əvvəllərindən eradan əvvəl 22-ci əsrin sonlarına qədər orada ağalıq eləyir. Yazmışıq ki, iki çay arasında idarə etmək istəyir. Bəli, yəni bunlar iki çay arasında olan da hansı hadisələr baş verir? Ümumiyyətcə, iki çay arasında olan o xarici müdaxilələrin arası kəsilir, iki çay arasında əmin-amanlıq olur, Urmiya gölü hövzəsində dinc əlaqələr qurulur, bu kimi hadisələr baş verir. Amma bunların bir də səhvi var idi ki, həmin o iki çay arasını yerli canişinlər tərəfindən idarə edirdilər. Yəni öz adamlarını göndərmirdi, elə yerli Şumer canişinlər tərəfindən idarə edirdilər ki, bu da onların oradakı nüfuzunu aşağı salırdı get-gedə. Eyni zamanda bunlarda hakimiyyət irsən keçmirdi. Yəni seçim yolu ilə seçilirdi ki, bir də deyir ki, demokratik əsaslar vardı. Məsələn də biri var atadan oğula keçir, nəslə keçir. Bir də var bir nəfər hökmdar seçirlər. Hökmdar öləndən sonra ağsaqqallar yığışır, içindən bir nəfər də seçir. Yəni seçim yolu ötürdüyünə görə deyir ki, burada demokratik əsaslar da mövcud idi. Amma artıq eradan əvvəl 22-ci əsrin sonlarında sonuncu Kuti hökmdarı var idi, Tirikan. Tirikan cəmi 40 gün hakimiyyətdə olur. Tirikana qarşı üsyan qalxır və Kutilərin iki çay arasındakı hakimiyyəti sona çatır. Qeyd etmişik ki, dini görüşləri, yəni Kutilərin də dini görüşləri digər erkən dövlətlərdə olduğu kimi çox tanrılıq mövcud idi. Bunlar da ay, bərəkət, məhəbbət ilahələrinə sitayiş eləyirdilər. Yazmışıq Turukki və Su tayfaları. Bəli, bu Turukki, Su tayfaları ilə ta əvvəldən mövcud olan tayfalardır. Aratdadan sonra Lulubi, Kuti erkən dövlətlərinin tərkibində olmuş tayfalardır. Amma artıq biz dedik ki, eradan əvvəl 3-cü minilliyin sonlarında nə Aratda var idi, nə Lulubi var idi, nə Kuti var idi. Bunlar süqut etmişdilər və bunların yerində həmin o tayfalar yenə də mövcud idi. O tayfalar artıq birləşirlər. Məsələn, Kutidir, Lulubidir, Sudur, Turukkidir. Bu tayfalar birləşir və müstəqil siyasət yürütməyə başlayırlar. Bu da kimləri narahat eləyirdi? Həmin dövrün qüdrətli dövlətləri olan Babil və Aşşurları narahat eləyirdi. Ona görə də Babillər və Aşşurlar bu ərazilərə tez-tez hərbi yürüşlər eləyirlər. Və biz hətta dedik ki, bax bu tayfalar, Turukki, Su tayfaları Aşşurların zəifləməsinə səbəb olmuşdu. Onların nəzarətində olan Şarra vilayəti var idi. Şarra vilayətini ələ keçirmişdilər. Dedik axı Şarra vilayəti Azərbaycanın cənubuna qonşu olan bir ərazi idi. Əsasən inzibati və hərbi mərkəzi idi. Həmin bu Turukkilər də ora iddia edirdi. Elə oranın əhalisi də Turukkilərin hakimiyyətini istəyirdi. Amma sonda deyirik ki, bu Aşşurları zəiflədir, Şuşara vilayətini bunlar ələ keçirirlər. Hammurapinin dövründə, yəni Babilistana, hərdasa təxmin olaraq biz deyə bilərik ki, eradan əvvəl 18-ci əsrin əvvəllərində gedirlər Babilistan ərazisində məskunlaşırlar. Həmin bu Su Turukki tayfalarının bəziləri. Amma artıq eradan əvvəl 2-ci minilliyin sonlarında yenidən Aşşur dövləti qüdrətlənir. Və bunlar da tayfa olaraq, yəni Su, Turukki, Lulubi, Kuti, bunlar tayfa olaraq Aşşurların işğalçılıq siyasətinə qarşı mübarizə aparır. Amma bunlar balaca bir qurumlar idi, Aşşur isə qüdrətli dövlət idi. Ona görə də bunların o mübarizəsinin mənası olmur. Nəticəsində Urmiya gölü hövzəsi Aşşurların nəzarətinə keçir. Yəni bu aramsız müharibələrdir, tez-tez baş verən müharibələrdə artıq insanlar dərk eləməyə başlayır ki, bizim də qüdrətli dövlətimiz olsa, hansısa bir Aşşur, Babil gəlib bizim mal mülkümüzü talayıb apara bilməz. Ona görə də Azərbaycanın cənubunda dövlət yaranmaq üçün zərurət yaradır həmin bax bu müharibələr.